demək ki, tələffüzü kimidir? Sə incə samitlər qrupuna aiddir. Adicə bizim dildə necə s hərfi tələffüz olunursa, ərəb dilində də o cür tələffüz olunur. Şə, şə dilimizdəki ş hərfinə uyğun olaraq tələffüz edilir. So, so dilimizdə belə hərf yoxdur. Bu hərf bir qədər yox, ümumiyyətlə dolu şəkildə tələffüz olunur. Dilin kökü yuxarı qaldırılaraq so deyilməyinə çalışmaq lazımdır. So, so şəklində ifadə edirik. Gəlir do hərfi. Bu hərfin məxrəci, yəni həm z və d hərfinin qarşılıqlığından ibarətdir və bu hərfin yaxşı olar ki, məxrəcini dilimiz iki sol dişin